Choose the correct sentence in the passive voice. Məchul növdə düzgün cümləni seçin. A variantında after the accident, a lot of people were rescued by our brave firefighters. Hadisədən sonra bir çox insanlar cəsur yanğınsöndürənlər tərəfindən xilas edildi. A variantı doğru cavabdır. Həm tərcümə, həm də qrammatik cəhətdən düzgün məchul növ verilmişdir. B variantında she was surprised by the unexpected gift from her friends. O, dostları tərəfindən olan gözlənməz hədiyyə ilə təəccübləndi. Təəccüblənmək to be surprised ifadəsi olduğu üçün məchul növ sayılmır. C variantında there was a book written by Daniel Keyes. Daniel Keyes tərəfindən yazılmış kitab var idi. Zira ifadəsində ümumiyyətlə məchul növ sayılmadığı üçün yanlışdır. The letter is on the table at the office. Burada ümumiyyətlə məchul növdə feilimiz qeyd olunmayıb. Məktub ofisdə stolun üstündədir deyir. Və Y variantında the reason why Jane was so angry was a mystery. Yenə məchul növ qeyd olunmamışdı. Çünki tərcüməyə əsasən Jane'in nəyə görə elə əsəbi olduğunun səbəbi sirli idi. Qeyd etdiyimiz kimi qayda və tərcüməyə əsasən A variantı doğru cavabdır.